Salam dəyərli kanal izləyiciləri, gəlin baxaq AC kateqoriyası üçün hazırladığım sınağın izahına. Deməli, birinci sualda deyir ki, hansı proqram təminatı növü kompüterin aparat təminatı ilə tətbiqi proqramlar arasında vasitəçilik edir və resursları idarə edir. Ümumiyyətlə, bilirik ki, kompüterin resurslarını idarə edən proqramlar, misal üçün resurslar deyəndə yaddaşıdır, prosesorudur, vaxt və tarixidir. Bunları idarə edən və tətbiqi proqramların işləməsi üçün mühit yaradan proqramlar toplusuna biz deyirik sistem proqram təminatı. Yəni, düzgün cavab olacaq birinci sualda C variantı. Daha sonra davam edək ikinci sualına. Deyir ki, ASCII kodlaşdırma sistemində hər bir simvol yaddaşda 1 bayt yer tutur. 16 simvoldan ibarət olan dövlət qulluğu ifadəsi Unicode sisteminə keçirilərsə, yaddaşda tutduğu yer neçə bit artar? Dırnaq işarəsi nəzərə alınmır. Deməli, ASCII kodlaşdırma sistemində biz bilirik ki, hər bir simvol yaddaşda 1 bayt yer tutur. 16 simvol olduğu zaman, onda bir simvol 1 bayt yer tutursa, bir simvola 1 baytdırsa, onda deyə bilərik ki, 16 simvola da olacaq 16 bayt. Və deyir ki, biz bunu Unicode'a gətirən zaman neçə bit artar? Onda ASCII-də hər bir simvol 1 baytdırsa, Unicode'da 2 baytdır. Yəni 16 bayt ASCII-də Unicode'a gətirən zaman bu mənə verəcək 32 baytı. Yəni ASCII qədər, özü qədər artacaq. Çünki Unicode ASCII-dən 2 dəfə çoxdur. Unicode'a gətirən zaman oldu 32 bayt. İndi mənə deyir ki, yaddaşda tutduğu yer neçə bit artar. İndi mən bunu bitə gətirməliyəm. 16 baytı bitə gətirmək üçün ümumiyyətlə 16 baytım. 16-nı yazaram 2 üstü 4 kimi və bayta gətirən zaman 8-ə vuraram. Bitə gətirən zaman, yəni baytdan bitə keçəndə 2 üstü 3-ə 8-ə vururuq. Bu da mənə verir 2 üstü 7-ni, yəni 128-i. Daha sonra 32 baytı mən əgər gətirsəm bitə, 32 2 üstü 5-dir. Bunu da vuracam 2 üstü 3-ə. Bu da mənə verəcək 2 üstü 8-i, yəni 256-nı. İndi ASCII-də 128 bitdir. Unicode'da 256 bitdi. Mənə deyirdi ki, yaddaşda tutduğu yer neçə bit artar? 256-dan 128-ə çıxsam, görürəm ki, 128 bit artar. Yəni, düzgün cavab olacaq ikinci sualda B variantı. Daha sonra davam edək üçüncü sualla. Üçüncü sualda deyir ki, verilənlər bazasında primary key, yəni birincili açar üçün aşağıdakı fikirlərdən hansı doğrudur? Deyir ki, məlumat təkrarlana bilər, boş qala bilər, yalnız mətn tipli olmalıdır, sadəki qiymətlər unikal olmalıdır, bir cədvəldə bir neçə birincili açar ola bilər. Xeyr, bir cədvəldə bir neçə birincili açar ola bilməz. Belə deyək də, ümumiyyətlə mən hansısa sahəmə açar təyin etmişəmsə, bu deməkdir ki, açar təkrarlanmayan məlumat üçün təyin edilir. Yəni, o deməkdir ki, o hissə təkrarlanmamalıdır. Yəni, unikal olmalıdır. O baxımdan sualın düzgün cavabı olacaq D variantı. Qiymətlər unikal olmalıdır. Daha sonra davam edək dördüncü sualın. Deyir ki, aşağıdakı IP ünvanlardan hansı yanlışdır? IP ünvanlar bilirik ki, 4 rəqəmdən ibarət olur və 3 nöqtə ilə ayrılır. Rəqəmlər isə 0-dan 255-ə qədər ola bilər. Birinci A variantına baxsam, 192, 168, 1, problem yoxdur, doğrudur. B-yə baxsam, 10, 0, 0, 253, doğrudur, problem yoxdur, 4 rəqəm 3 nöqtədir. C-yə baxsam, 256, 256 olmaz axı, dedim 0-dan 255-ə qədər olmalıdır. O baxımdan yanlış olacaq C variantı. Daha sonra davam edək 5-ci sualla. 5-ci sualda deyir ki, Microsoft Word proqramında page 1-2, yəni səhifə kəsilməsi əməliyyatını klaviaturadan hansı kombinasiya ilə yerinə yetirmək olar? Səhifənin kəsilməsi Ctrl-Enterdir, yəni B variantıdır. Burada deyirsiniz ki, Shift-Enter. Shift-Enterdən bunu bəzən qarışdırırlar. Shift-Enter səhifəni yox, line break-dir, yəni sətrin kəsilməsi üçündür Shift-Enter. Ona görə düzgün cavab olacaq B variantı, Ctrl-Enter. Səhifənin kəsilməsi deyirsə, Ctrl-Enter. Daha sonra davam edək 6-cı sualla. Deyir ki, MS Windows 10-da Task Manager pəncərəsini açmaq üçün hansı qısa yoldan istifadə olunur? Ctrl Shift Escape, bəli, Task Manager açmaq üçün istifadə olunur. Bir də
Ctrl Alt Delete düymə kombinasiyaları ilə Task Manager-i aça bilərəm. Yəni A və D sualın düzgün cavablarıdır. Bu baxımdan düzgün cavab olacaq Y variantı, A və D variantları. Daha sonra davam eləsəm 7-ci sualla deyir ki, hansı şəbəkə topologiyasından mərkəzi qovşaq, hub və ya switch sıradan çıxdıqda bütün şəbəkə öz işini dayandırar. Ümumiyyətlə, hub və switch hansı şəbəkə topologiyasının növü idi? Deyirsiniz ki, ulduz topologiyası var idi ki, star. Onun iki növü var idi. Bir aktiv ulduz idi, bir pasiv ulduz idi. Aktiv ulduzda hubdan istifadə olunurdu. Pasiv ulduzda isə switchdən tərsinə dedim, üzr istəyirəm. Aktiv ulduzda switchdən istifadə olunurdu. Axı switch ağıllı qurğudur. Pasiv ulduz deyəndə isə hubdan, yəni ağılsız qurğudan istifadə olunurdu. Onun üçün düzgün cavab olacaq C variantı, ulduz topologiyası. Daha sonra davam eləyək 8-ci sualla. Deyir ki, verilənlərin ötürülmə sürəti 1024 bit böl saniyə olarsa, 1 kilobaytlıq fayl neçə saniyəyə ötürülər? Deməli, sürəti verib V bərabərdir 1024, yəni 210 bit bölünmüş saniyədir. Və buradan 1 kilobaytlıq faylı verib. S həcm qeyd edirəm ki, bərabərdir 1 kilobayta. Təbii ki, 1 kilobayt bunu yazmayacağım. Kilobaytdan bitə gəlsəm 213-ə vurmalıyam. Qısacası 213 biti verir mənə. Mənə burada deyir ki, T-ni tap. Ümumiyyətlə, sürətin düsturu belədir ki, V bərabərdir həcm bölünsün zamanadır. İndi biz də buradan zamanı tapmalıyıq. Yəni, T-ni tapmalıyıq. T də bərabər olacaq S bölünmüş V-yə. Yəni, S-im 213-dür. 213-ü də bölsəm 210-a verir 203, yəni 8 saniyə. Düzgün cavab olacaq 8-də B variantı. Daha sonra davam eləyək 9-cu sualla. Deyir ki, kompüterin arxitekturası anlayışına nə daxil? Arxitektura ümumiyyətlə belə deyim də, qarşılıqlı əlaqədir, qayda sözündən yadda saxlaya bilərsiniz ki, qurğuların müəyyən qaydada əlaqələnməsidir və yaxud qarşılıqlı əlaqələnməsidir. Yəni, kompüterin aparat proqram vasitələrinin ümumi quruluşunu öyrənir, onların bir-biri ilə necə ünsiyyət qurması, hansı prinsiplər əsasında işləməsini öyrənən, belə deyək, konseptual bir təsvir formasıdır arxitektura. O baxımdan düzgün cavab olacaq C variantı, qurğuların qarşılıqlı əlaqəsi, prinsipləri və strukturu. Davam eləyək 10-cu sualla. Deməli, PowerPoint-də slaydın nümayişini cari slayddan başlatmaq üçün hansı düymə sıxılır? Cari slayd deyir. Yadda saxlayın ki, əgər birinci slayddan desə, bu F5-dir. Qeyd edirəm ki, F5 varsa, bu birincidir. Birinci. Amma desə ki, Shift F5, bu artıq cari slayddır. Yəni, mən neçənci slayddayamsa, ondan məlumatı nümayiş etdirə bilərəm. Amma F5 desə, qayıdır ən başa, birinci slayda. Shift F5 isə hal-hazırda redaktə etdiyim slayddan, cari slayddan söhbət gedir. Ona görə düzgün cavab olacaq 10-cu sualda B variantı. Daha sonra davam edirəm 11-ci sualla. Deyir ki, aşağıdakı proqramlardan hansı sistem utilitinə aid deyil? Disk cleanup 1-2 utility, belə deyim, diski təmizləmək üçün lazımsız fayllardan diski təmizləmək üçün istifadə olunur. Disk defragmenter var. Optimallaşdırma sözündən demişəm, yadda saxlayın ki, diskləri optimallaşdıraraq daha sürətli müraciəti təmin edir. Bu da budilnik kimi demişəm, yadda saxlayın ki, task scheduler budilnik olaraq, yəni müəyyən vaxt üçün nəzərdə tutulan proqramları işə salır. Sonra registry editori var. Bu da sistemə xidmət edən bir utilitdir. Google Chrome isə bilirik nədir? Google Chrome brauzerdir. Yəni, brauzerlər tətbiqi proqramlara daxildir. Yəni, sistem utility deyil. Onun üçün düzgün cavab olacaq D variantı. Daha sonra 12-ci suala baxsaq. Bu da Excel proqramına aid olan sual nümunəsidir. Baxın, A1-i verib 5, A2-ni verib 10, A3-ü də verib 15. Deyir ki, average A1, A3 böyüdürsə 10-dan. Average nədir ümumiyyətlə? Əvvəlcə baxın, bunun için yerinə yetirməliyik.
Sonra if şərtinə baxacağam mən. Yəni bunun üçün əvvəlcə tapım bu hissəni. Bu hissəyə qədər tapmalıyam. Əvvəlcə heç bilirsiniz ki, ədədi orta deməkdir. Yəni A1-dən A3-ə qədər qoşulan nöqtədirsə diapazondur. Get deyir ədədi ortasını tap. A1 5-dir, A2 10-dur. Deməli 15, A3 də 15-dir, 30. 30 ədədi ortada cəmli saya bölünməsidir. 30-u bölsəm 3-ə, ədədlərim üstünədir. Mənə verir 10. Deməli bunların ədədi ortası 10 imiş. İndi if şərtində mənə deyir ki, yəni buranın nəticəsini tapdım 10. 10 böyükdür mü 10-dan? Deyirsiniz ki, yox. İf şərtinə yox aldığım üçün mən gedirəm birincini yox, ikincini yerinə yetirməyə. Yəni əgər if şərtinə hə desəydim, burada birinci yerdə dayananı yerinə yetirərdim. Yox dediyim üçün gedirəm ikinci yerdə dayananı yerinə yetirirəm. Və mənə deyir ki, A1 A3 diapazonuna maksimum olanı götür. Burada maksimum olan A3-dür də 15. O baxımdan düzgün cavab olacaq 12-də B variantı. Davam eləyək 13-cü sualına. Deyir ki, MS Word-də sənədin hər bir səhifəsinin yuxarı və ya aşağı hissəsində təkrarlanan mətn, məsələn, müəllifin adı, səhifə nömrəsi və s. necə adlanır? Biz bilirik ki, bunlar nədir? Kolon titullar. Yəni header and footer deyirik bunlara, kolon titullar. Bunu qarışdıra bilərsiniz footnotlarla, istinadlarla. Yəni yadda saxlayın ki, footnote istinaddır. Yalnız səhifənin sonunda bir dəfə yazılır. Amma kolon titul deyəndə bu hər səhifədə avtomatik təkrarlanan bir şeydir. Deməli ona görə onun üstə düzgün cavab olur C variantı. Daha sonra davam eləyək 14-cü sualla. 14-cü sual elektron hökumət portalına aid olan sual nümunəsidir. Deyir, elektron hökumət portalında tətbiq olunan vahid giriş sistemi necə adlanır? Vahid giriş sistemi asan logindir. Ümumiyyətlə, asan login sistemin istifadəçiyə imkan verir ki, vahid bir sistemə daxil ola bilsin. Və bu da əsasən biz bunun sayəsində, yəni asan login sayəsində dövlət portallarına giriş eləyə bilərik. Bu baxımdan düzgün cavab olacaq asan login, B variantı. Daha sonra baxaq sonuncu sual, 15-ci suala. Deyir ki, simmetrik şifrələmə ilə asimetrik şifrələmənin əsas fərqi nədən ibarətdir? Yadda saxlayın ki, ümumiyyətlə asimetrik şifrələmədə belə deyim, həm açıq açardan, həm də gizli açardan istifadə edə bilərəm. Amma simmetrik şifrələmədə şifrələmə və yaxud da deşifrələmə üçün eyni açardan istifadə olunur. Asimetrikdə isə açıq açar daha çox sənədi şifrələyir. Yəni asimetrikdə sənədi şifrələmək üçün açıq açardır. Gizli açarda daha çox sənədi imzalamaq üçün istifadə olunur. Yəni bizdən əsas fərqini soruşur. Əsas fərqi ondan ibarətdir ki, asimetrik şifrələmədə mən həm açıq açardan istifadə edə bilərəm, həm də belə deyək, gizli açardan istifadə edə bilərəm. O baxımdan düzgün cavab 15-də B variantıdır. Simmetrik şifrələmə deyəndə yadda saxlayın ki, orada eyni açardır. Yəni tək bir açardır. Həm şifrələyən, həm deşifrələyən. Amma asimetrikdə iki açardır. Həm açıq açar, həm də gizli açar.